Buradan səngərdən keçdilər. Polkovnik İlqar Mirzəyev burada oturdu. General-Mayor Polad Həşimov geldi. O burada oturdu. Buradan binokul vasitəsindən ərazini müşahidə etdi və mənə dedi ki, AQS-lərdən yaxşı atdınız. AQS-lərdən attığınız mərmilər düşmənin mövqeyinin içərisinə düşüb. Onlar bu mövqeylərə girməyinə peşman oldular. Polkovnik İlqar Mirzəyevə tapşırıq verdi ki, düşmənin bütün örtülü dodları vurulmalı. Bu vaxtı General-Mayor Polad Həşimov burada müşahidə edən zaman sağ tərəfdən düşmən mövqeyindən iri saplı sniper ateş açdı. Oturduğu yerdən başının üzərinə bir 50 santim yuxarıda bu təkərə dəyərək mərmi istiqamətini dəyişdi. Novruz onlardan soruşdu. Neçə mərmi qalıb? Novruz məruz etdi ki, cənab general 7-8 mərmi qalıb. Deyil, bu mərmini də at çıxaq. Ara sıra atan vaxtı mənə salır. Deyil, Təbriz. Mən cavab verdim ki, bəli cənab general, NSVP mövqeyi dedi, söz ağzında qaldı. Həmən zaman elə bu qarşımıza bura mərmi düşdü. Bütün buralar toz duman içində oldu. Hər yer. Hər yer dağıldı. Burada olan təkərlər, mövqelərimiz. Mən partlayışı görmədim. Partlayış olmağı ilə mərmi məni 2-3 metr arxaya. Bura gəldi. Bura tolladı. Gəldim, düşdüm bura. Və üzü üstə çevrildim. Bir, cənab general Polad Həşimovdan başqa hamısını şəhid olmağını gördüm. Onu görə bilmədim. Çünki onu mərmi eləsi ileri doğru atmıştı. Yani mermi partlayışı onun daha yakın olmuştu. Mayor Əhmədov Nami, Novruz Olanar, Gizir Babayev Yaşarı hamısının şəhid olmağını gördüm. Və birdən İlqar Mirzəyev, Polkovnik İlqar Mirzəyev yadıma düşdü. Sağ tərəfə baxanda gördüm Polkovnik İlqar Mirzəyev burada uzanıbdı. Yəni üzü torpağa tərəf. Əlimi attım sağ əlindən tuttum. Sağ əlindən tutanda onun bədənin, qolunun titrəməyini gördüm. Polad Həşimovdan burada bir yerdə döyüşməyimiz